Əziz, değerli Müslüman kardeşlerim, bu güzel hem bayram gününün hem de bu güzel bereketli Cümə gününün bereketi, rəhməti, mağfirəti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Rabbimize həmd olsun ki, bugün bayramın birinci günü ve Cümə günündeyik. Allah Azze ve Celle bütün tuttuğumuz oruçlarımızın, ibadetlerimizi ve bütün hayır ve hasenet olan emellerimizi, bütün zekatlarımızı, sədəqələrimizi öz dərgah izzetinde qəbul eylesin. Edeceğimiz bütün ibadetlerimizi bize şəfaətçi eylesin. Aziz değerli kardeşlerim, Allah Azze ve Celle yeri ve göğü yarattı. Biz insanları Adem ve Havvadan yaradarak yer üzerine yaydı. Bizden evvel de başka insanlar bu hayatta var idi. Bugün amma hayatta yoxdurlar. Onları bizler əvəz edirik. Bir günde biz de hayattan ebedi diyara kötəcəyik ve bizim yerimizi yeni nesiller alacaqdır. Aziz kardeşlerim, dünya bu şekilde dolup boşalmaktadır. Hem dünya hem de ahiret kurtuluşunu elde etmek istəyiriksə, Allah Azze ve Celle'nin emir ve qadağalarına, Resulullah sallallahu aleyhi ve sellemin sünnesine ve o örnek əxlaqına tabi olmamız lazımdır. Bugün dinleyip faydalanacağımız xütbə əxlaqi keyfiyyətin başında gelen, həmçinin insanın özünde ve özəyində değerli bir nimət olan həya ile bağlıdır. Həya, abır, ismət, namus, utanmaq və çəkinmək deməkdir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir. Bəsit bir məna olarak utanma duygusu olarak tərif edilebileceği həya, nəfsin çirkin davranışlarından narahat olup, onları tərk etmə mənasına gəlir. Bu məsələyə diqqət çəkən Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Hər dinin bir əxlaqı vardır, İslamın əxlaqı da həyadır. Bütün güzel əxlaqi prinsipləri tamamlamak için göndərilən Allah Resulü sallallahu aleyhi ve sellemin həyanı əxlaqi davranışların en üstünü ve insanı davranışların en güzeli olarak vəsf etmiştir. Alimlerimiz İslam əxlaqını bize anladan kitaplarında bize həyanın 3 ölçüsünden bəhs edir. Bunlarda hayatımızın ölçüsü olarak da tətbiq etmemiz vacibliyini de vurgulayırlar. Birincisi ve en vacibi olan Allah'a karşı həyalı olmaktır. Həyanın bu ölçüsünü sahabe-i kiram efendilerimizin büyüklerinden olan Abdullah İbni Mesud radıyallahu anh belə nəqlidir. Bir gün Hz. Peygamber sallallahu aleyhi ve sellem Allah'tan lazımı şekilde həya edin buyurdu. Biz de ona ey Allah'ın Resulü həmd olsun biz sözsüz ki Allah'tan həya edirik diye cevap verdik. Bunun üzerine Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Elə değil. Allah'tan hakkıyla həya etmək, başını ve başında yer alan organları, qarnını ve qarnına bağlı organları qoruman, dünya hayatının bəzəyinə aldanmaman, ölümü unutmamandır. Ahireti isteyen dünyanın bəzəyini terk eder. Kim bunu ederse Allah'tan lazımı şekilde həya etmiş olar. Aziz değerli kardeşlerim, həyanın ikinci ölçüsü ise insanlara karşı həya etmektir. Ve en önemlilerdendir. İnsanlara karşı həya, başkalarının hak ve hüququna hürmet etmek. İnsanlar arasında çirkin, eyib, pis ve zərərli davranışlardan çəkinməklə olur. Bu barədə Allah Resulü sallallahu aleyhi ve sellem Efendimiz bir hadis-i şerifinde belə buyurur. Əsl Müslüman
digər müsəlmanların onun əlindən və dilindən əmin olduğu heç bir zərər gəlməyəcəyi bilən şəxsdir. Bu hədis şərifin həyanın bu ölçüsünə ən gözəl bir şəkildə ifadə etməkdədir. Həyanın üçüncü ölçüsü isə özünə qarşı olan həyadır ki, Allah Ən'am surəsinin 120-ci ayətində belə buyurur. Günahın aşkarından da, gizlisindən də əl çəkin. Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandıracaqlar. İstər gizlin şəkildə insanların görmədiyi əməllər olsun, istərsə hara getsən belə Rəbbin səni görür deyə düşüncə olarsa əlbəttə ki, bunlar müstəsnadır. Əziz dəyərli qardaşlarım, həya insanın izzətli və şərəfli yaşamasını təmin edir. Həyasını itirmiş bir kişi şərəfini də itirər. İzzət və şərəfini itirmiş bir kimsədən də hər cür pislik hasıl olar. Necə ki, Hz. Adəm aleyhisselamdan etibarən bütün peyğəmbərlərin insanlığa ilk öyrətdiyi əxlaqı da o əxlaqı dərin, həya olduğunu ifadə edir. Bu xüsusda sevgili Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnsanların peyğəmbərlərdən eşitdiyi ilk söz utanmadıktan sonra istədiyini et sözdür. Başqa bir nəsihətində Allah Resulü sallallahu aleyhi ve sellemin həyanın iman əlaməti olduğunu bildirərək belə buyurur. İmanın 60'dan çox şöbəsi vardır. Həya da imandan bir şöbədir. Əziz, dəyərli qardaşlarım, xutbəmizi sevgili Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin bizləri həyasızca davranışlar etmədən əvvəl düşünməyə sövq edən və bu zaman nə olacağını açıqlayan bir nəsihəti ilə bitirirəm. Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Allah bir qulunu cəzalandırmağı dilədiyi zaman ondan həyanı alar. Həyası alınan kişi Allahın qəzəbinə düçar olacaq davranışlar etməyə başlayarlar. Əvvəlcə ondan əmanət duygusu gedər, sonra xainləşər. Xain olunca da ondan mərhəmət duygusu gedər. Mərhəmət gedincə də o kimsə Allah dərgahından qovular və lənətlənmiş olar. Qovulan o kişinin müsəlmanlıqla heç bir əlaqəsi qalmamış olar. Allah Azze və Cəllə cümləmizi bu xislətlərdən mühafizə eyləsin. Allah cümləmizi həqiqi həya olan Allah'tan həya etməyi nəsib eləsin. Amin.